Yanlışa verib də müəllim onu əgər doğruya versəydi götürə bilərdi. Hə, indi biz hansı variantı götürməliyik? 3 ilə 4-ü çıxardıb 1 ilə 2-ni götürürük. Ay sağ ol. Deməli bunların hamısı doğrudur. Bax burada mən bir dənə sizə bir-iki məqamı qoyun izah vereyim. Sizə gərəkli olar. Bax birinci cümləyə diqqət yetirək. Deyir müəllimin hansı iş formasından istifadə edəcəyi bir sıra amillərdən asılıdır. Bəli. Bax mən iş forması təşkil edirəmsə, bu iş forması nədən asılı olacaq? Birinci növbədə təlim nəticəmə baxacağam. Məqsədimə fikir verməliyəm. Sonra sinifin quruluşuna baxmalıyam. Məsələn, əgər mən bütün siniflə iş keçirəcəmsə, mənim sinifim balacadırsa, buna imkan vermirsə eləyə bilməyəcəm. Kiçik qruplara böləcəm. Sonra nəyə baxacağıq? Mütləq şəkildə bərabər imkanlar təmin olunmalıdır. Pedaqoji prinsiplərdən. Sinifin quruluşudur. Təlim nəticələrimizə diqqət etməliyik. Ona görə deyir, iş formalarından istifadə bir sıra amillərdən asılıdır. Bəli. Digərlərinə də elə bilirəm, yəni şagird ikinci cümlədə bir dənə baxım nə deyir? Şagirdlərdə bilik və bacarıqların formalaşdırılması üçün iş formasının düzgün seçilməsi əhəmiyyətlidir. Mütləq şəkildə. Məsələn, biz şagirdlərdə əgər əməkdaşlıq bacarığını formalaşdırmaq istəyiriksə, qrup işi siniflə iş verəcəyik. Rəy vermə bacarığı formalaşdırmaq istəyiriksə, empatiya hissi formalaşdırmaq istəyiriksə, cütlərlə işi seçəcəyik. Özünü qiymətləndirmə, özünə tənqidi yanaşma bacarığını formalaşdırmaq istəyirəmsə, fərdi işdən istifadə edəcəm. Yəni, bunlar çox önəmlidir. Bir 6-cını da oxuyun, Nəfşə müəllimə. Aha, yaxşı. Hansı fikir doğrudur? Qruplarla iş formasından əsasən müəllim mərkəzi təlim modelindən istifadə edilir. Mənə burada əsas müəllim mərkəzi yox, müəllim şagird ola bilər də. Ona görə müəllim mərkəzli yox, şagird mərkəzli təlim modeli, bəli. Limitli sayda cavabı olmayan suallar əsasən aşağı təfəkkür səviyyəsinə uyğun olur. Aşağı yox. Aşağı yox, yuxarı təfəkkür. Niyə? Konkret faktoloji suallar aşağı təfəkkür səviyyəsidir. Amma bir çox cavabı varsa, açıq tipli suallar da. Açıq tipli suallar yuxarı təfəkkür səviyyəsini inkişaf elətdirir. Limitli suallar təkcə müəllim tərəfindən şagirdə yönəldilir. Xeyr, şagirdlər də öz yoldaşlarına sual verə bilərlər. Bəli, şagirdlər də bir-birinə verə bilərlər. Bəli. D. Şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə də əsaslana bilər. Qapalı suallar mənim variant suallarım deyildi, yəqin ki, elə. Açıq suallarda, məsələn, şagird öz fikirlərini yazırsa, qapalı suallar variant suallar kimi gedir. Yox. Eyni oxuyaq, izah verəcəm. Qrup işini idarə etmək qaydaların müəllim tərəfindən qoyulması önəmlidir. Xeyr, əsasən qrup işində qrupların öz rəhbərləri olur və əsasən rəhbərlər öz qayda qoya bilər qruplarda. Yəni müəllim önəmli deyil, əsas qrup rəhbərləri, şagirdlər. Bəndində qrup işini idarə etmək qaydaları müəllim tərəfindən qoyulması önəmlidir. Yox, şagirdlər qoyur. İndi burada nə deməkdir müəllimə? Bu deyirik, şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə əsaslana bilər. Əslində bu nə deməkdir? Yəni, şəxsi suallar, məsələn, elə bir suallar verilə bilər ki, şəxsi, onun emosiyalarına təsir edə bilər. Məsələn, bəzən baxarsan ki, birindən soruşarsan ki, neçə yaşın var və yaxud da ki, onun şəxsi həyatı ilə bağlı sual verərsən. Deyər ki, məsələn, insandır da, kədərlənər yaşının çox olmasına. Məsələn, birinə deyirsən ki, çox yaşlı görünürsən, neçə yaşın var sənin? Görsən, ona verilmiş şəxsi sualdır. Onun yaşının çox olması və yaxud onun yaşından artıq görünməsi ona pis təsir edə bilər. Onu kədərləndirə bilər, emosional təsir edə bilər ona. Bax, o cümlə onu demək istəyir. Şəxsi suallar verildiyi halda qapalı suallar hisslərə əsaslana bilər. Yəni, elə bir istəyir böyük olsun, istəyir şagird olsun. Elə bir şəxsi sual verərsən ki, onun emosiyalarına təsir edə bilər o. Bax, o cümlə onu demək istəyir. Bəli, başa düşdüm. Qəşəng. Növbəti sualımız